Prezident İlham Əliyev Sudanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda ölkəmizin uğurlu əməkdaşlığını vurğulayıb. İlham Əliyev Sudanın Suveren Keçid Şurasının sədri ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş zirvə toplantısı və Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərini, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr məmnunluqla xatırlayıb. Səfir Sudanın Suveren Keçid Şurasının sədri Abdelfattah Əl-Burhan Əbdülrahman Əl-Burhanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib və onun da salamlarını Abdelfattah Əl-Burhan Əbdülrahman Əl-Burhana çatdırmağı xahiş edib. Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyini göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirib. O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğulayıb. Ənəs El-Taib El-Qaylani Mustafa Sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək bu təqaüdlərin artırılmasına xahiş edib.